30 Days Soft Challenge 6-cı gündən hər kəsə salam. Bu günlərin gedirik sezon universitetinə. Görək günümüz necə keçəcək. Yeni başdan ayağa vlog koyacağım çünki sonra evdə çəkmək çətin olur. Həm idmanımızı, həm də vlogumuzu gözəl bir şəkildə paylaşacağım inşallah. Bu arada artıq yürüyüş etdiyimə görə bu da yürüyüş sayılır. Ondan əlavə idman eləmirəm. Mənim yürüyüşüm elə idmandır. Küpüklərim bu günlərin ekstra gözəl görünür. Evaline-ın maskarası sağ olsun. Bu arada biz bugün Sezon Universitetindən məzun oluruq. Bu semestrdə çox maraqlı keçdi. Gəlmişik sertifikatlarımızı götürməyə. Artıq level 1-i bitirmişik. Gələn semestr sentyabrdan artıq level 2-yə başlayacaq. İşıq çox qəribə düşür burada. Sertifikatla bir yerdə şirniyyatlar da verdilər. Bu arada universitetdə Koreyaca danışdığımıza görə əlavə olaraq tapşırıqlar eləmirəm bugün. Sezon Universitetindən çıxdım, artıq evə gedirəm. Təbii ki, vloglayıram yenə. Sertifikatlarımızı aldıq bu arada. 4 dənə sertifikat. Çox sevinmişəm. Çox sevinmişəm nədir? Vlogların davamı üçün səhifəni izləməyi unutmayın. Sağ olun. Və beləliklə məzuniyyət günü bitdi və biz evə qayıdırıq. Gəldikdən sonra biraz kitab oxudum. Bu kitabı həqiqətən çox bəyəndim, ona görə bu kitabdan davam edəcəm. Hobbi olaraq da cibimin davamını rənglədim. Kofta hüccə bölməsini tam bitirmək istirdim bugün. Rəngləyib bitirdim. Davamını da növbəti videolarda rəngləyərik. Mənə həqiqətən çox maraqlıdır ki, şəkli tam rəngləyəndən sonra necə alınacaq. Tam üz bölməsini də çəkməmişəm, amma düşünürəm ki, əla görünəcək. Bugünlük vlogumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Videonu bəyəndinizsə bəyənməyi, səhifəmi izləməyi unutmayın. Sağ olun.